Hörmətli izləyicilərimiz, hörmətli şagirdlərimiz, hörmətli tələbələrimiz, biz Sağdaş Təhsil komandası olaraq bugün Azərbaycanımızın çox gözəl şəhər olan Ağsu şəhərində biz çoxlu sayda qabaqcıl müəllimlər, şagirdlər, tələbələr çəkmişik və o qabaqcıl şagirdlərdən sorğular aparmışıq və qabaqcıl müəllimləri də çəkmişik. Onların içərisində təqaüddə olan müəllimlər, repetitor müəllimlər və o cümlədən nümunə müəllimlər çəkmişik. O müəllimlərdən birini sizlərə təqdim etmək istəyirik. Mənim adınız, soyadınız? Məlahət müəllim. Hansı fənd tədris edirsiniz? Tarix fəndi. Çox gözəl. Neçə il müəllim işləyirsiniz? 25 ildən çox. 25 ildir. 25 il ərzində sizin yüzlərlə yetirmələriniz var. Minlərlə yetirmələriniz var. Onlardan sizin peşənizi davam etdirənlər də var, biz bilirik. Müxtəlif orqanlarda işləyənlər də var, hüquq sahəsində çalışanlar da var və orqan sahəsində çalışanlar da var. Ən əsası, ən yüksək tələbə adlar layiq olan şagirdləriniz varmı? Var. Çoxlu sayda. İstəsəniz bir neçə nəfərin adını deyə bilərsiniz. Öz qızımdan başlasam, Bəli. tarix müəllimidir. Çox gözəl. O üzrə təhsil alır. 551 balının daxil olur. Maşallah. Sonra demək, keçən il növbəti bir şagirdim 500, o da 28 balla yenə Bakı Dövlət Tarix Fakültəsinə Çox gözəl. tədrisini davam elətdirir. Yəni çoxdur, saysam biraz da artar. Çoxdur. Bəli, bilirik. Biz Sonra maraqlanmışıq. Məsələn, Şamaxda çox dəyərli şagirdim. Əxlaqına görə, mənəviyyatına görə, Ramazanova Sehriyə. Məsələn, o da coğrafiya, tarix fakültəsində oxuyur. Yəni, bunların sırasını sıralasam artar. Siz həm də repetitor fəaliyyətə məşğul olursunuz? Yox. Bəli. Amma sizin çoxlu sayda yetirmələriniz var, sizin peşənizi davam elətdirirlər və sizə öz adınıza sağ ol deyirik. Mən bir şey deyim, indi bilmirəm, nəzər qəbul eləyəsiniz. Repetitorluqdan əlavə mən fənnimi şagirdə sevdirmək, vətənini sevdirmək, torpağını sevdirmək, onun əxlaqlı bir şəxsiyə kimi yetişdirməyə çalışıram. Çox gözəl. Mənim prinsiplərim budur. Çox gözəl. Biz sizdən öz adımızdan dərin təşəkkür bildiririk və adiyyəti olan orqanlardan, cənab prezidentimizdən, o cümlədən cənab nazirdən xahiş edirik və o cümlədən biz onlara bildiririk ki, həqiqətən də sizi ki, müəllimlər gözəl müəllimlərdir. Jurnalistin işi nədir? Jurnalistin işi odur ki, ya mənfilər çəkir, ya müsbətlər çəkir. Biz bu günlər müsbət çəkməyə gəlmişik. Sizi ki, müəllimi bütün dünyaya tanıtdırmağa gəlmişik. Təbrik edirəm bu günlərimi. 2025-ci il 3 may tarixidir. Bizim arzumuz odur ki, təqaüdə çıxana qədər əməkdar müəllim adı alasınız, tərəqqimi də alasınız, ən yüksək adlara layiq görəsiniz. Biz də gələk sizlə bağlı gözəl çəkişlər edək və təşəkkür edirəm, minnətdarlıq bildirirəm. Mən də sizlərə ki, əziyyət çəkib gəlmisiniz. Təşəkkürlər. Çox sağ olun. Ondan sonra, yəni çətin də olsa, yəqin ki, uzaq yerdən Bəli, gəlmisiniz. Yəni mən sizə daha çox təşəkkür edirəm. Minnətdarım. Qonaq kimi gəlmisiniz. Çox sağ olun. Sağ ol deyirəm, minnətdarlıq bildirirəm. Çox sağ olun. Sağ olun.